Kitab elm və bilik mənbəyidir. Kitab həm də tarix boyu ən dəyərli əşyalardan sayılıb. Onlar hədiyyə verilib, alınıb, qorunub. İnformasiya əsrində kitaba olan maraq azalsa da, kitab sevərlər hələ də qalmaqdadır. 31 may və 1 iyun tarixində Mingəçevir şəhərində 1-ci kitab festivalı keçirilib. Mingəçevir bulvarında, Kür çayının sahilində təşkil olunan festival Azərbaycan Nəşriyyatı Assosiasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Mingəçevir İcra Hakimiyyəti və Mingəçevir Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub. Bayram Əhval-Ruhiyyəli Kitab Festivalına ölkəmizin 30-dan çox nəşriyyatı öz xüsusi stendi ilə qatılıb. Burada 30-dan çox nəşriyyat iştirak edir, Azərbaycanın ən böyük nəşriyyatlarıdır və eyni şəkildə biz də burada səhnə olacaq, orada bizim müəlliflərlə görüşlər, imza saatlar olacaq və ümumiyyətlə Mingəçevirdə bugünə qədər olan ən böyük kitab sərgisidir. Bizim Nəşriyyata İctimai Birliyi bütün bölgələrdə bu tip tədbirlər formalaşdırır. Bizim bugün Mingəçevirdə gəlmək səbəbimiz Mingəçevir Nurlar şəhəridir və biz daha işıqlı gəncləri yetişdirmək üçün, onlara kitabı təbliğ eləmək üçün gəlmişik. Və bütün Mingəçeviri və mən Mingəçevir yox, tək bu bölgədə olan, yaxında olan Ağdaş, Yevlax, Goranboy, Şəki, bu rayonların sakinlərinə dəvət edirəm. Çünki bu tip böyük yarmarkalar rayonlarda çox təşkil etmək effektiv olmur, çatdırılmaq olmur da. Ancaq bu yaxın ərazidə hamısını dəvət edirik. Çox böyük festival olacaq, musiqili proqramlar olacaq. Onlar üçün çox maraqlı və sərgimizi biz 1 iyun Uşaqların Beynəlxalq Müdafiə günü həsr eləmişik. Həmin yəni sabah da ziyarət edə bilərlər, həm uşaqlar üçün bayram əhval-ruhiyyəsi olar, həm də kitablarla tanış olarlar. Festivalda 10 mindən çox kitab nümayiş etdirilib. Kitabların 90%-də endirimlə təklif olunduğu sərgidə tanınmış şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları keçirilib. Festivalda musiqi nömrələri, ifalar səsləndirilib. Qeyd edək ki, 1-ci kitab festivalı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunub. Rəhman Əsadov, Faiq Kərimov, Elgiz Mahmudov, Mingəçevir.